Bir daha hər kəsi salamlayıram. Bugün yanımızda bizim peşəkar müəllimlərimizdən biri olan Vüsalə xanım var. Vüsalə xanım, neçə ildir bu sahədəsiz? 30 ilə yaxın bu sahədəyəm, amma 15 ildir professional demək olar ki, Professional çalışıram. mətbəxdə işləyirsiniz. Bəli, yaxşı şirniyyatçı olmaq üçün insan nəyi bilməlidir? Yaxşı şirniyyatçı olmaq üçün ən mühümü, ən əsası odur ki, bu sahəni sevəsiz. Bu sahədə çalışmaq lazımdır ki, onu ürəkdən eləsin. Bir də sizlərə məsləhətim budur ki, əgər hansısa bir işin ağası olmaq istəyirsinizsə, öncə onun nökəri qulu olmalısınız. Bir də işləyən zaman minimal ortalama əmək haqqı nə qədər ola bilər? Bizdə adətən qənnadı və şirniyyatda köməkçilər 600 manatdan başlayırlar çalışırlar. 600 manat civarında çalışırlar, amma sonra özü yuxarı qalxırsa təbii ki, işin çox əsas önəmlisi odur ki, təmiz və səliqəli. Bu çox önəmlidir. Bu sahədə biz bilirik ki, demək olar ki, həkimlər qədər bəlkə də onlardan da çox insan orqanizmdə mühüm işlər görən ərzaqlarla işləyirik. Texnologiyası ilə çalışırıq. Düzgün hazırlanmayan qidalarda zəhərlənmələr baş verir. Texnologiyanı düzgün bilməyəndə, hansı ərzaqların bir-biri ilə qarışımını düzgün bilməyəndə təbii ki, bu böyük fəsadlara gətirib çıxardır. Ona görə də deyərəm ki, bizim sahənin insan orqanizmində mühüm rolu var. Yenə də deyirəm, əgər siz həqiqətən də bu sahədə professional olmaq istəyirsinizsə, əvvəlcə bu işi sıfırdan başlamalısınız. İnanın ki, ən gözəl uğurları əldə edəcəksiniz. Mən demək istəyirəm, Fransanın ən böyük şirniyyatçısı, ən böyük aşpazı Dukasdır. 11-12 yaşından ucuz qidalarla, meyvələrdir, tərəvəzlər, onların dadını bir-birinə oxşatmaqla, qatqıları ilə öz ideyasını ortalığa qoyaraq artıq dünyanın bir nömrəli aşpazına çevrildi. Ən professional aşpazlar o restoranlarda çalışmaq istəyir, işləmək istəyir. Uğurlar arzulayıram. Bizim qapımız hər kəsə açıqdır. Yararlansınlar, sonraları işi təmin edəcəyik, ən önəmlisi və əməkdaşlığı itirməyəcəyik. Buyurun.